Azərbaycanda hər kəsin həvəslə aldığı çeşkalar, yeşkalar, dörd gözlər, panoramalar əslində Amerikada heç kimə maraqlı deyil. Amerikaya təzə gələndə mən də özümə Mercedes markalı bir avtomobil almaq istəyirdim. Amma hər kəs mənə bildirdi ki, nə badə bu maşınları alasan. Azərbaycanda dözümlülük rəmzi kimi sayılan çeşkalar, yeşkalar əslində Amerikada ən problemli maşınlar hesab olunur. Və düşünün ki, bu avtomobillərin qiyməti burada çox ucuzdur. $1000-dan $2000-3000 qədər siz dörd Mercedes, çeşkalar ala bilərsiniz. Köhnə Mercedesləri sevənlərin yeri məlum. Yəni Amerikaya gəlsəniz burada çeşkalarla dörd Mercedeslər hər yerdə qəpik quruşa satılır. Amma təəssüf ki, mexaniklər tərəfindən bu avtomobillər burada heç sevilmir. Həm ehtiyat hissələri bahadır, həm də təmiri çox baha başa gəlir. Ona görə də içi mən qarışıq çox adam burada Toyota və Honda kimi avtomobilləri alır. Bəs sən necə düşünürsən? Mercedes yaxşıdır yoxsa Toyota? Fikirlərini kommentdə yazmağı unutma.